Salam, mən İsayeva Röya. Bugün sizə tək və cəm isimlər haqqında məlumat vermək istəyirəm. Tək isimlər, baxın, tək isimlər. Tək isimlər nədir? Tək isimlər tək əşyanı bildirir. Məsələn, kitab. Cəm isimlər isə cəm əşyanı bildirir. Cəm formasında olan əşyanı bildirir. Cəm deyəndə mən yalnız və yalnız cümlədə larlər axtarın. Larlər olmayan isimə cəm isim deyə bilmərsiniz. Yalnız larlər axtarırıq. Larlər şəkilçisi haqqında nə demək istəyirəm? Larlər şəkilçisi qrammatikdir və vurğu qəbul edir. Necə şəkilçidir? Məsələn, qızlar qrammatikdir və vurğu qəbul edir. Deməli, ismin cəm şəkilçisi larlər, qrammatik şəkilçidir və vurğu qəbul edən şəkilçidir. Və larlər haqqında görün nə deyirəm? Rahat yadda saxlamaq üçün. Baxın, larlər, ismin cəm şəkilçisi larlər, əgər tırızınıdan sonra gəlsə, fərqli deyilir. Müəllimlər, bunun üçün mən istəyirəm sizə bir daha rahat yolunu deyəm hər kəs üçün. Əgər tırızınıdan sonra, bu 32 hərfin içində bu tırızını yadda saxlamaq çətindir axı. Bura bir balaca A yazıram, burada bir balaca A yazıram. Nə olur? Tarzan. Deməli, yadda saxlayırıq. Tırızını plus larlər bərabərdir. Fərqli tələffüz. Tırızında necə yadda saxladım? Tarzanla yadda saxladım. Tarzandakı samitlərdən sonra larlər fərqli deyilir müəllimlər. Tarzandakı samitlərdən sonra larlər fərqli deyilir. Məsələn, atlar yazılır. Necə deyilir? Deyilir atlar. Qızlar yazılır. Necə deyilir? Qızlar. Oğlanlar yazılır. Oğlanlar. Sirlər yazılır. Sirlər deyilir. Sirlər. Tırızınıdan sonra larlərin fərqli deyilişinə də nəzər saldıq. Məsələn, oğlanlar yazılır, oğlanlar deyilir. Sonra mən nə demək istəyirəm bu haqda sizə? Baxın, toplu isimlərdən danışmaq istəyirəm. Toplu isimləri necə yadda saxlayaq? Bunu biraz dəyişim. Aha. Görün nə yazıram. Toplu isimlər. Toplu isimlər çoxluq bildirən, baxın, görün nə dedim, cəm isim demirəm ha, çoxluq bildirən tək isimlərdir. Çoxluq bildirən tək isimlərdir. Toplu isimlər çoxluq bildirən tək isimlərdir. Mən buna belə bir baş hərf qoşmuşam, o cəm şəkilçisinə tarzan dediyimiz kimi. Buna da belə bir şey deyirəm ki, yadda belə saxlayasın. Tete. Tete nə deməkdir? Teteni nə üçün qoşmuşuq? Nə demək istəyirik? Onu demək istəyirik ki, toplu təkdir. Toplu nədir? Təkdir. Yəni, o deməkdir ki, toplu isim tək isimdir. Necə? Toplu isim tək isim hesab olunur. Bax, unutmayaq. Xalq, el, kollektiv, qrup, qoşun, alay. Bunları necə isim götürürük? Cəmaat. Bunları tək isim götürürəm. Bax, toplu təkdir, tete. Toplu təkdir. Toplu ismi tək isim götürün. Toplu isim tək isimdir. Və bütün normal tək isimlər kimi toplu isim də cəmlənə bilir. Məsələn, xalqlar, dünya xalqları, qoşunlar cəmləndi. Bütün normal tək isimlər kimi bu da cəmlənir. Amma istisna var. İstisna var ki, əhali, cəmaat və ictimaiyyət cəmlənmir. İctimaiyyət cəmlənməyən toplu isimdir. Necə isimdir? Cəmlənmir. Əhali, cəmaat və ictimaiyyət cəmlənməyən toplu isimlər hesab olunurlar. Toplu isimdən də elə bilirəm bu qədər. Bir dənə qeyd yazdırım qoy. Onu da deyim. Onu da deyək ki, daha rahat olsun. Deməli, dedik ki, TT qaydası oydu ki, toplu isim tək isimdir. Mənə cəm ismini seç deyəndə variantda toplu ismi seçmirəm. Sonra bir qayda demək istəyirəm ki, baxın, meşə, salxım kimi sözlər toplu isim deyil. Buradan vergül artıq getdi. Meşə, salxım. Nə deyil? Toplu isim deyil.
Deyərsiniz ki, niyə? Meşədə çoxlu ağac var. Salxımda çoxlu üzüm giləsi var. Niyə bunu toplu isim götürmürük? Baxın, toplu ismin tərkibi əsasən insanlar və heyvanlar olur. Baxın, kollektiv, çoxlu müəllimlər var, xalq, çoxlu insan toplusudur, cəmiyyət. Məsələn, ondan sonra ilxi deyirik, çoxlu atlar var, sürü deyirik, çoxlu qoyunlar var. Yəni, bunların tərkibində insanlar və heyvanlar olur. Amma meşədir, salxımdır, bunları toplu isim götürmürük. Bunu da yadımızda saxlayaq. Belə.